Salam, mən biyoloji müəllimi Şəmsə Seyidbəyli. Bugün sizə dim test toplusu 1-ci hissədən generativ orqanlar toxumun cücərməsi mövzusunda əlimdə bu sualın izahını verəcəm. Sualda bizə deyir ki, cədvələ əsasən A plus B üstəgəl C-nin cəmini hesablayın. Bizə cədvəldə noxud verir, noxudun cücərmiş toxumunun kütləsini A, noxudun quru kütləsini verir. Uşaqlar, biz bundan başdan qeyd edək ki, noxud toxumu öz seçisi qədər suludur, öz seçisi qədər su udacaqdır, Yəni, noxudun kütləsi x-dirsə, udduğu su da x olacaqdır. Qarğıdalı toxumu öz seçisi x-dirsə, öz seçisinin yarısını udacaqdır. 2də 1 x olacaqdır. Yəni, qarğıdalı öz seçisinin yarısını udur. Darı toxumları isə öz seçisinin 4də 1-i qədər sudur. Öz seçisi x olsa, udduğu su isə 4də 1 x olacaqdır. İndi gəlin buradan cədvəlimizə baxaq. Noxudun deyir, quru kütləsi 12-dir. Uşaqlar, baxın, x-in yerində 12 qoyubdur. 12 quru kütləsidirsə, deməli, onun udduğu su da 12 olacaqdır və buradan alınacaq 24. Cücərmiş kütləsi 24 olacaqdır. Deməli, noxudun cücərmiş kütləsi 24-dür. Sonra keçirik qarğıdalıya. Qarğıdalının udulan suyun miqdarı 2A-dır. Biz tapdıq ki, ayımız 24-dür. Buradan 2 vurulsun 24. Tapırıq ki, 48 qram udduğu sudur. Qarğıdalın udduğu su 48 qram olubdur. Suyu uşaqlar 48 qramdırsa, deməli, öz seçisi 2 dəfə çox olubdur. Yəni, 48 bölünsün 2də 1. 48 vurulsun 2, o deyəcək 96. Deməli, 96 qram qarğıdalının öz seçisi olacaqdır. Yəni, B bərabərdir 96-ya. Burada darıya keçsək, darıya yazıq ki, toxumun quru kütləsi A plus B-dir. Biz A-yı tapdıq 24, B-yi tapdıq 96. İkisinin cəmi eləyər 120. İkisinin cəmi 120. Deməli, darı toxumunun quru kütləsi 120-dir. Baxın, biz nə dedik uşaqlar? Biz dedik ki, darı toxumu öz seçisinin 4də 1-i qədər su udacaqdır. Yəni, biz yazarıq ki, darı toxumun quru kütləsi 120-dirsə, udduğu su 120-nin 4də 1-i üstə gəlinsin, 4də 1 vurulsun 120. Buradan ixtisar getsə qalar 30, 120 üstə gəlinsin 30. Burada eləyər 150. Deməli, uşaqlar, darı toxumunun cücərmiş kütləsi 150 olacaqdır. Yəni, C-miz də bərabərdir 150-yə. Bizdən A plus B plus C-ni istəyir. Deməli, uşaqlar, A plus B-ni biz tapdıq ki, 24 üstə gəl 96, 120-dir. Yəni, A plus B 120-dir. C-nin cücərmiş toxumun kütləsini istədiyi üçün 150-dir. Üstə gəlinsin C, yəni 150. Buradan 120 üstə gəlinsin 150. O da bərabər eləyər 270. Deməli, burada A plus B plus C-nin cəmi 270 olacaqdır. Sağ olun, təşəkkürlər.